Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala nebiyyina Muhammedin və alə alihi və ashabihi ecma'in. Amma ba'd. Məsələ əl-vara vəl-bəra məsələsidir. Və müəllif buyurur ki, üçüncü məsələ ənə mən əta'al rasul və vəhhədəllah la yəcüz ləhu müvəlatu mən həddəllah və rasuləhu və ləv kənə əqrəbəl qarib. Kim Allaha və Rasuluna itaat edirsə, Allahı ibadətə təkləşdirirsə, tövhid əhlidirsə, ona Allahın hədlərini aşan Allahın düşmanlarını dost tutmaq icazəli deyildir. Hətta öz ən yaxınları olsalar belə, yəni yaxınları, qohumları olsalar da belə. Buna da dəlil Allah Taala'nın bu ayəsidir ki, Allah Taala buyurur: "Elə bir qövm la tecidu qawman yu'minuna billahi vel yevmil axir." Elə bir qövm taparsan ki, Allaha və axirət gününə iman gətirsin və onlar Allahın və Rəsulunun düşmənlərini, Allaha və Rəsuluna düşmən olan kəsləri özlərinə dost tutsunlar. Hətta ataları, oğulları, qardaşları və qohum əqrabaları olsalar belə. Ulaika kataba fi qulubihimul iman. Onlar o kəslərdir ki, Allah onların qəlblərinə iman yazmışdır. Və ayyadahum bi ruhin minh. Və öz tərəfindən bir ruhla dəstəkləmişdir. Və yudxiluhum cennetin tecri min tahtiha'l anhar. Və onları ağacları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Xalidin fiha. Və onlar orada əbədi qalacaqlar. Radiyallahu anhum və radu anh. Allah onlardan, onlar da Allahdan razıdırlar. Ulaika hizbullah. Onlar Allahın firqəsidir, Allahın dəstəsidir. Əla inna hizballahi humul muflihun. Bilin ki, Allahın dəstəsi qalib gələnlərdir. Onlardır qalib gələnlər. Və keçən dərslərimizdə tövhid barəsində danışdıq. Yəni, yalnız Allaha ibadət və Peyğəmbərə sallallahu aleyhi ve sellemə itaət məsələsini keçdik. Və əgər belə olduğu təqdirdə də bir insan yalnız Allaha ibadət edirsə və tövhid əhlidirsə, Peyğəmbər sallallahu aleyhi ve sellem yolunu gedirsə, Allah üçün sevməlidir, Allah üçün dostluq etməlidir və Allah üçün də nifrət etməlidir. Yəni, sevgi və düşmənçilik, dostluq və düşmənçilik, sevgi və nifrət Allah üçün olmalıdır. Buna da deyirlər əl-vəla vəl-bəra. Əl-vəla vəl-bəra məsələsi çox mühüm məsələdir İslamda. Və hətta bu məsələ insanı küfrə də gətirə bilər. Yəni, insan kafirlərin sevərsə, onların dinlərinə görə, müsəlmanlara qarşı onlara yardım eləyərsə, onların dinlərini sevərsə, onların özlərini sevərsə, bu insanı nədir? Küfrə gətirir. Və bu məsələləri inşallah ki, biz burada öyrənəcəyik. Və birinci bilmək lazım, əl-vəla lüğətdə nə deməkdir? Lüğətdə yardım, sevgi və ittiba. Bu əl-vəla kəlməsinin lüğəvi mənasıdır. Şəri mənası da yenə də sevgi, yardım, ittiba və bundan əmələ gələn söz və əməllərdir. İnsan məsələn, birini sevirsə və bu sevgidən əmələ gələn o raftar, söz və əməllər. Və Şeyxülislam İbn Teymiyyə buyurur ki, əl-vəla diddul ədavə. Əl-vəla ədavətin əksidir. Və aslul vəla əl-məhəbbə vəl-qurb. Yəni, bunun da əsli nədir? Məhəbbət. Sevgidən irəli gəlir bu şey. Əl-vəla, dostluq məsələsi. Və aslul müvalət el-hub və aslul müadət el-buğd. Baxsan fikir ver, dostluğun, yəni yardımlaşmanın, gözəl münasibətlərin əsli yəni sevgidən irəli gəlir. Amma düşmənçilik nədən irəli gəlir? Düşmənçilik yəni nifrətdən irəli gəlir. Yəni əsl qəlbi əməllərdən nifrətdir, sevgidir. Bu da büruzə verir insanın hərəkətlərinə, əməllərinə. Yəni, və bununla qəlbi əməllər, zahiri əməllər baş tutur. فَمِنْ أَعْمَالِ الْقُلُوبِ وَالْجَوَارِحِ مَا يَدْخُلُ فِي حَقِيقَةِ الْمُوَالَاةِ وَالْمُعَادَاةِ كَالنُّصْرَةِ. Yəni, qəlbi və zahiri əməllərdən doğan bu əl-vəla məsələsində yardımlaşmadır, lütfkar olmaqdır, yardım etmək, kömək etmək və həmçinin hicrə və digər məsələlər, bunlar hamısı əl-vəladan əmələ gələn əməllərdir. İdən təstəti ən təqul, innəl vəla şər'ən huvə ət-təqarub beynəl qulub. Belə də deyə bilərsən, deyir, şəri cəhətdən, şəri termin olaraq
bu məsələ budur ki, qəlblər arasında yaxınlıq, məhəbbət, sevgi. Müsəlmanlar əl-vəla üzərində olmalıdır. Müsəlmanlar bir-birini sevməlidirlər. Qəlbən bir-birinə yaxınlaşmalıdırlar. Bu vəla məsələsi budur. Bəra isə bəri, uzaq olmaq mənasını verir. Əl-bəranın tərifi də lüğəvi mənası tənəzzüh, yəni təmizlənmək, uzaq olmaq, təbəud, uzaq olmaq və həmçinin təbəud ani şirk və şirkdən də uzaq durmaq. Yəni əl-bəranı bildik. Sevgi, məhəbbət, yardım bu əl-bəradır. Bəra kəlməsi nə deməkdir? Bəra yəni uzaqlaşmaq. Vəl-bəra fi şər'an indəl uləmə. İndi şəri cəhətdən alimlər deyir ki, bəra uzaqlaşmaqdır və təxallus, yəni o təxallus ərəb dilində xilas olmaq. Yəni o adamdan xilas olursan. Və həmçinin nifrət. Bunlar hamısı bəra məsələsinə aiddir. Əsli də nədir? Bəranın əsli buğd, yəni nifrətdir. Əl-vəlanın əsli nə idi? Sevgi. Sevgi və nifrət. Bu bəra nifrət məsələsidir. Və bununla belə deyir ki, fəyənbəği ən-nəfəm, yəni başa düşməli ki, ən-nəl müvalət asluhəl məhəbbə, yəni müvalətin, vəla məsələsinin və əsli məhəbbətdir, sevgidir və ondan gələn əməllərdir. Və ən-nəl bəra asluhul buğd. Bəranın isə əsli nifrətdir. Bu da qəlblərin uzaqlaşması deməkdir. Yəni nifrətdən dolayı gələn qəlblərin uzaqlaşması. Qəlblər yaxınlaşmır bir-birinə, qəlblər uzaqlaşır. Və hədə huvə aslul vələ vəl-bəra. Bu da bunun əslidir. Əl-bəra məsələsi və bəra məsələsinin innəl müvalətül kafir kufr. Ona görə deyirləri kafirlərə müvalət etmək küfürdür. Nə deməkdir? Yəni onları sevmək, qəlbinlə onlara yaxınlaşmaq. Məhəbbət. Bu şeylər qəlbdən doğan əməllərdir. Ona görə biz bunu izah elədik. Ona görə deyilir ki, kafirlərə qarşı əl-vəla küfürdür. Və qad yakunu fisqan. Çünki vəla məsələsi küfür də ola bilər, fisk də ola bilər, günah da ola bilər. Müəyyən şeylərdə, biz onları keçəcəyik. Müəyyən hallarda o vəla məsələsi, kafirlərə qarşı etdiyim vəla, məhəbbət, sevgi, küfrə də gətirə bilər. İnsanı İslamdan belə çıxardar. Müəyyən hallarda da İslamdan çıxartmasa da böyük günahdır. İndi bu nə zaman olur, necə olur? Biz bunların hamısı bu məsələdə gəlir. İnşallah ki, indi vaxtımız olar, bugün oxuyarıq. Olmaz, növbəti dərslərə salarıq. Və burada şeyx şərh eləyən, Şeyx Süleyman Ruheyli bu vəla məsələsini iki qismə bölür. Ənəl vəla vəl-bəra, yəni vəla vəl-bəra iki qismə bölür. Birinci qismi deyir ki, əl-vəla'u vəl-bəra'u mə qeyri əhlil millə. Yəni, İslamda olmayanlara qarşı olan vəla vəl-bəra məsələsi. Yəni, Yahudilərdir, Nəsranilərdir, Məcusilərdir və digər din əhli olan insan. Onlarla necə müamilə olmalıdır? Onlara qarşı necə olmalıdır? Vəl-vəla mə qeyri əhlil millə haram. Onlara qarşı bu vəla, sevgi, nədir? Haramdır, deyir. Mütləq olaraq haramdır. Vəl-bəra'u minhum vacib mutlaqan. Onlardan bəri olmaq. Bəra vacibdir, mütləq olaraq vacibdir. Və la yəcuz lil muslimi ən yuvali qeyri muslim. Ona görə müsəlman yalnız müsəlmanı dost tutmalıdır. Buradan söhbət nədən gedir? Yəni, qəlbinə yaxınlaşmaq. Ola bilər, indi gələcək, hamısı təfsilatla gələcək. Bir kəsə kafirə yaxşılıq eləmək olar, yoxsa yox. Biz demirik, kafirə yaxşılıq eləmək olmaz və yaxud nə. Onlar hamısı keçəcək inşallah. Asla gəlirik inşallah. Və la ictəmi'u fil kuffar və la vəl-bəra. Yəni, bir kafirdə və la vəl-bəra cəm oluna bilməz. Sən ona mütləq olaraq nədir? Bəra olmalıdır. Allah Teala bunu möminlərə qadağan etmişdir. Onları sevmək məsələsində, onlara qarşı müvalət, vəla məsələsində Allah Teala qadağan etmişdir. Hətta vələv əqrarnəhum fil biladil musliminə aləl cizyə. Hətta İslam ölkəsində yaşasalar belə, müsəlmanlar üçün cizyə ödəyərək yaşasalar belə olmaz. Onları qardaş kimi qəbul etmək olmaz. Onları sevmək, onları yəni məhəbbət qəlblə onların dinindən razı olmaq, onlardan razı olmaq olmaz. Allah Teala buyurur ki, ey iman gətirənlər, yəni sizdən olmayanları özünüzə sirdaş tutmayın. Çünki onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər. Sizin sıxıntıya düşməyinizi istəyirlər və
düşmənlikləri, onların sizə qarşı etdiyi bu düşmənliklər onların ağızlarından çıxan o sözlərdən bəllidir. O sözlərdən, yəni bəllidir, bilinir. Qəlblərində gizlətdikləri isə daha çoxdur. Yəni qəlblərində o sənə qarşı kin var qəlbində, sənə qarşı o kafirlərdə nifrət var və hətta dilləri ilə də belə sənə əziyyət verirlər, müsəlmanlara əziyyət verirlər. Amma hətta bu dili ilə olan əziyyətdən daha çox nədir? Qəlbində olan nifrət, kin daha böyükdür, Allah Taala. Və əgər anlayırsınızsa, biz ayələrimizi artıq sizə bəyan etdik. Bu əzəmətli ayədə Allah Taala möminlərə qadağan eləyir kafirləri sirdaş götürməyə. Onların dinindən olmayanları, yəni müsəlmanlardan başqalarını fələ yəcuz li muslimin ən yəttəxidəl yəni minəl kuffar xalilən və safiyyən və müsəlmana xəlil olaraq, ən yaxın dost, sirdaş olaraq bir kafiri götürmək icazəli deyildir. Çünki onların müsəlmanlara qarşı olan kinləri, qəlblərində buğz bəllidir. Və həmçinin də o kafirlər Allahı və Rəsulunu təhqir eləyirlər. Yəni onların daşıdıqları o əqidə Allah və Rəsuluna təhqirdir. Nəsrani olsun, Nəsrani nə etiqad eləyir? Allah Taala eləsi var deyir Allahdır, İsa Allahdır. Eləsi var deyir atadır, oğludur. Allaha oğul nisbət eləyir. Allah Taala Quran-ı Kərimdə deyir, Allah onların o sözündən, o necə də pisdir, yəni onların çıxan, ağızlarından çıxan o söz. Az qala yerlər, göylər parçalansın o sözdən. Quran-ı Kərimdə gəlir bu ayə. Və qudsi bir hədisdə Allah Taala buyurur ki, qulum məni təhqir etdi deyir. Təhqir etdi deyəndə ki, Allah özünə oğul götürmüşdür. Yəni bu etiqad sahibidir, Allahın düşmənidir. Sən onu düşmən kimi yəni qəbul etməlisən. Allahın düşmənidirsə bizim də düşmənimizdir. Amma yəni haqqlar məsələsi ayrıdır. Onlara yaxşılıq etmək, onlara yəni əziyyət verməmək, sən müsəlman diyarında əmin-amanlıqda yaşayırlar, sana görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, bir zimmini öldürən cənnətin iyini duymaz. 70 illik məsafədən gəlir onun cənnətini. Onu duymaz. Yəni kafiri öldürən, zimmi kafiri. Ona görə bu demək deyil ki, harda kafir gördüm gedib öldürməlisən. Yox, yaxşılıq da eləyə bilərsən. Allah Taala buyurur ki, Allah sizə yaxşılıq etməkdə, yəni kafirlərə, sizinlə düşmənçilik eləməyib, yəni duruşmayanlara qarşı yaxşılıq etməyə qadağan eləmir. Bu bir digər məsələdir. Yəni əsas olan məsələ sevgi, məhəbbət, onlara qarşı sevgi və onların dinlərindən razı olmaq. Bu olmaz. Deməli İbn Abbas deyir ki, "Kana raculun minel muslimina yuwasiluna raculan minel yahud lima kana beynehum minel civar." Bir müsəlmanlardan bir kişi yahudilərdən olan bir kişi ilə yaxın münasibətlər, dostluqları var idi deyir. O da nəyə görə? Cahilliyədən bunlar yaxın idilər. Cahilliyədən bunlarda anlaşma var idi, müttəfiqlik var idi və yaxın idilər bir-birlərinə. Və Allah Subhanahu wa Taala deyir bu ayəni nazil etdi. Ya eyyuhellezine amanu la tattakhudhu bitanatan min dunikum. Ey iman gətirənlər, özünüzdən olmayanları özünüzə sirdaş götürməyin. Yəni sirdaş necə sən bütün məsləhətləri və bütün vacib işləri və müsəlmanların belə deyək, işlərini həvalə eləyə bilmərsən onlara. Ona görə burada bir təfsirdə İbn Kəsirin təfsirində deyir ki, qilə li Ömər el-Xattab, Ömər ibn Xattaba dedilər ki, burada bir cavan oğlan var, Əhl-i Hiradan olan, yəni yaxşı hifsi var və yaxşı yazma qabiliyyəti var, gözəl şəkildə yazır. Bəlkə onu özünə katib olaraq götürəsən. Və dedi ki, qad ittəxaztu idən bitanətən min dunil mu'minin. Belə olsa, mən möminlərdən olmayanı özümə sirdaş götürmüş sayılaram. Yəni, bu ayənin təfsirində İbn Kəsir gətirir bu rivayəti. Sonra bu ayənin təfsirində İbn Kəsir buyurur ki, "Və fi hadal al-athar və hadihi al-ayə dalalatun ala anna ahl-zimmə la yecuz isti'maluhum fi al-kitabə." Yəni buradan dəlil çıxır bu əsərdən ki, zimmət əhli bilirsiniz kimdir? Zimmət əhli zimmə müsəlmanların torpaqlarında yaşayıb cizyə ödəyənlərdir. Yəni onların qanı, malı haramdır.
Yəni onlarla düşmənçiliklə əhd bağlanıb, var muahid və zimmi, yəni kafirdən kafirə də fərq var. Var yəni vuruşulan, müharibə olunan kafir. Var fərqli şeylərdir. Zimmi səninlə bərabər yaşayır. Onlarla ticarət olunur, onlarla münasibət saxlanılır. Və Ömərə deyəndə ki, bu radiyallahu anh, deyəndə ki, bu bir gənc oğlan var, götürək bunu, nə deyir? Deyir, mən belə olsa götürsəm onu, yəni sirdaş götürmüş saylarım. Çünki bu kitabı məsələsi, yazım məsələsi. Ömər radiyallahu anh xəlifə idi. Və o yazı müsəlmanların vacib işləri gedirdi orada. Bu yazdığı halda nədir? Şahid olur o şeylərə. Sata bilər, kafirlərə xəbər göndərə bilər. Yəni bu mühüm məsələdir. Bu belə bir vacib işlərdə kafirləri götürmək olmaz. Və İbn Kəsir də deyir ki, buradan dəlil çıxır ki, kafirləri mühüm işlərdə, müsəlmanların mühüm işlərində götürmək olmaz. Şahid tutmaq olmaz, onlara o işləri tapşırmaq olmaz. Müsəlmanların işləri burada həll olunur. Nəyə görə? Yuxşə ən yəfşuhə iləl ə'də. Qorxulur ki, o kafirlərə, düşmənlərə gedər o şey xəbəri çatdırar. Əminlik yoxdur. Və ona görə də Allah Teala buyurur ki, "Lə ya'lunukum xibalan waddu ma anittum." Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər. Allah Teala'nın ayəsidir. Onlar kafirlərə qarşı fəsad törətməkdən əl çəkməzlər. Etibar eləməyin. Diqqətli olun. Və digər bir rivayətdə İbn Kəsir rahimehullah təfsirdə gətirir ki, Əbu Musa el-Əş'ari gəlir Ömər radiyallahu anh yanına və Ömər radiyallahu anh deyir ki, sən o yazı məsələlərini gətir. Yəni, gətirir ona təqdim eləyir. Yəni, müəyyən o açıq deyək də, tərtib etdiyi işlərin yazılı sürətdə. Ömərin xoşuna gəlir bu. Deyir ki, bunu gəl məsciddə cəmaatın yanında oxuyaq. Cəmaata da təqdim eləyək bu işləri. Və Əbu Musa el-Əş'ari nə deyir? Deyir ki, o katib gəlib oxuya bilməz, məscidə girə bilməz. Onları yazan, tərtib eləyən, məscidə girə bilməz. Deyir, nədir, cünubdur, qüsulu yoxdur. Deyir, müsəlman deyil, nəsranidir, deyir. Belə deyəndə Ömər vurur onu ayağından, itəliyir onu və danlayır onu və qovur. Ki, sən yəni, bu mühüm məsələlərdə nədir, kafiri götürmüsən katib olaraq. Müsəlmanların mühüm işləri gedir burada. Ona görə belə işlərdə kafirlərə etibar etmək olmaz. Allah Teala buyurur ki, "Ya eyyuhellezine amenu la tettehizul yahuda ve'n-nasara awliya, ba'duhum awliya'u ba'd." Ey iman gətirənlər, yahudiləri və nəsraniləri özünüzə dost tutmayın, onlar bir-birlərinin dostudurlar. "Və men yetevellahum minkum fe innehu minhum." Kim onlarla dostluq edərsə, o da onlardandır. "İnnallaha la yehdil kavme'z-zalimin." Allah zalim qövmü hidayət etməz. Burada da müəyyən məsələlər var. Yahudilərlə Xaçpərəstlər. Ticarət ayrı bir şeydir. Ticarət etmək olar. Peyğəmbər sallallahu aleyhi və səlləm ticarət edərdi. Buradakı dostluq nədir? Yəni sirdaşlıq, onları sevmək, onların dinlərindən razı olmaq. Və digər bir ayədə Allah Teala buyurur ki, "La yettexizil mu'minuna el-kafirin awliya min dunil mu'minin." Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar. "Və men yef'al zalika feleysa minallahi fi şey." Kim belə eləyərsə Allahla onun heç bir əlaqəsi yoxdur. "İlla en tettaqu minhum tuqah." Ya ancaq kafirlərdən gələ biləcək təhlükədən qorxsanız istisnadır. "Və yuhazzirukumullahu nefseh." Allah sizi özündən, əzabından çəkindirir. "Bəl ennallaha harrama alel mu'minina muvalatul kuffar." Allah Teala haram etmişdir möminlərə, kafirlərə qarşı müvalə, vəla məsələsini. Ya hətta yaxınları olsalar belə. Və digər bir ayədə Rəbbimiz buyurur ki, "Ya eyyuhellezine amenu la tettexizu aba'akum və ixvanakum awliya in istahabbul kufra alel iman." Ey iman gətirənlər, atalarınızı, qardaşlarınızı özünüzə vəli, dost tutmayın, əgər onlar küfrü imandan üstün tutublarsa. "Və men yetevellahum minkum fe ulaika humuz zalimun." Kim onları dost tutarsa, onlar zalimlardır. Və Allah Teala bu ayədə möminlərə kafirləri vəli götürməyə, dost götürməyə qadağan etmişdir.
hətta öz yaxınları olsalar belə. Və həmçinin bu əməl münafiqlərin sifətlərindəndir. Kafirlərə qarşı vəla məsələsinin nədir? Münafiqlərin sifətlərindəndir. Allah Teala buyurur ki: "Bəşşiril munafiqinə bi enne lehum azaban alima." Münafiqləri şiddətli əzabla müjdələ. Çünki onlara şiddətli əzab var. "Ellezina yettehidunal kafirin awliya min dunil mu'minin." O münafiqlər ki, o kəslər ki, kafirləri ellezina yettehidun kafirin möminləri qoyub kafirləri özlərinə dost tutdular. O kəslər ki, möminləri qoyub kafirləri özlərinə dost tutdular. Ayəbtəğuna indəhumul izzə. Onlar onların yanında izzət mi axtarırlar? Həmin o kafirlərin yanında. Onların yanında mı izzət axtarırlar deyir Allah Teala. Fə innəl izzətə lillahi cəmiə. Bilin ki, bütünlüklə izzət Allaha məxsusdur. Və Allah Teala Peyğəmbərinə deyir, Muhammedə sallallahu aleyhi ve sellem deyir, münafiqləri bu şeylə müjdədə. Hansı ki onlar nəsraniləri, kafirləri, müsəlmanları qoyub onları özlərinə dost tutdular. Onları şiddətli əzabla müjdələ. Onların yanında izzət mi var? İzzət mi axtarırlar? Qüvvət mi axtarırlar? Yəni qüvvət yoxdur onlarda. Onların yanında izzətlənməz insan. Qüvvət olmaz. İzzət yalnız Allaha məxsusdur. İstədiyini ucaldır, istədiyini zəlil edir. Allah Teala da insanı izzətləndirən, ucaldan da, zəlil edən də. وَالَّذ۪ينَ كَفَرُوا بَعْدُهُمْ اَوْلِيَاءُ بَعْدٍ. Kafirlər deyir, bir-birlərinin dostudur. Əgər siz bir-birinizə yardımcı olmasanız, yeryüzündə fitnə və böyük bir fəsad baş verər. Və möminlər də nədir? Bir-birlərindən mehriban olmalıdır. Müvalə möminlərin arasında olmalıdır. Möminləri qoyub kafirlərə qarşı müvalə olmalı deyil, vəla olmalı deyil. Bu həmçinin kafirlərə qarşı bayaq dediyim məsələ, kafirlərə qarşı olan bu sevgi, müvalə, vəla məsələsi dərəcələrlə olur. Dedim ki, ola bilər küfür olsun, ola bilər fisk olsun. İndi o məsələ gəlir və müəllif şeyx buyurur ki, Şeyx Süleyman buyurur ki, "Təqət təkunu kufran əkbər." Ola bilər böyük küfür olsun, dindən çıxardan küfür olsun. Və qət təkunu dunə dəlik və ondan aşağı da ola bilər. Yəni böyük günah ola bilər.